Niyyətlər, indi isə sınaq altını paylaşıram izahını. Bir qədər maraqlı məsələlər hazırlamışam sizlər üçün. İstəsəniz PDF-i WhatsApp kanalımıza qoşularaq izləyə bilərsiniz, işləyə bilərsiniz və yaxud da videonu burada dayandırıb baxa bilərsiniz. Birinci sualda deyir, qan azlığı xəstəliyidir. Qanda olan eritrositlərin və ya qanda hemoglobin azlığı deyirsə, bu bilir ki, anemiya xəstəliyidir. 2-də deyir, uyğunluğu müəyyən edin. Əvvəlki suallar sadədir. Anadan gəlmə deyirsə, anadan gəlmə xəstəliklər bilirsiniz ki, inək taunudur, donuz vəbası. Bunlar anadan gəlmədir. Həyatda qazanılmış qızılca ilə göy öskürəkdir. Yəni 2-yə gedir A ilə B. 1-ə də C-dir. Doğru cavab olur D variantı. Üçüncü sualda deyir, insanın pi toxumasında olan suyun miqdarı faizlə x olarsa, qaraciyər hüceyrəsində olan suyun miqdarı y olarsa, x ilə y-in cəmini hesablayın. Deməli, pi toxumasında bilirik ki, nə qədərdir? 20%. Deməli, x-imiz 20%dir. Sonra, y-imiz nədir? Qaraciyər hüceyrəsi. Qaraciyər hüceyrəsində də 70%dir. Cəmi də bizə verir 90%. Digərləri necə idi? Sonra var idi ki, məsələn, əzələ hüceyrəsi var idi, 75%. Əzələ hüceyrəsində beyində var idi 85%. Bunları da yadımızda çıxarmayaq. Dördüncü sualda deyir, həzm kanalından kənarda yerləşən həzm vəzlərinin sayı x olarsa. Gəl bura kimi həll eləyək. Həzm kanalından kənarda yerləşən deyir. Həzm kanalından kənarda yerləşən 8 dənə vəzi var. 3 cütü ağız boşluğu açılır, digərləri də qaraciyərlə mədaltı vəzdə ümumi 8 dənədir. Çənaltı, dilaltı, qulaqyanı 3 cüt. Bir də qaraciyərlə mədaltı vəz. Cəmi 8. İkisimiz 8-dir. 5 yaşlı uşaqda alt çənədə olan böyük az dişlərin sayı y olarsa. Y-imiz də 0-dır. Nəyə görə? 5 yaşlı uşaqda böyük az dişi olmur hələ. 20 dənə diş olur, kiçik az olur, amma böyük az dişi olmur. Doğru cavab olur elə 8. Suların əksər hissəsi harada sorulur? Sular ümumiyyətcə nazik bağırsaqlarda sorulur. Düzdür, nazik bağırsaqda qismən. Yəni burada deyir, əksər hissəsi deyirsə, o da yoğun bağırsaqda sorulur. 6-cı sualda deyir, 10 nəfər adama 2 sutka ərzində lazım olan minimum B qrupu vitamini x olarsa. Bura kimi həll eləyək. Qarışıq salmayaq. B qrupu vitamini gündəlik norması 2-3 mg-dır. Bunu bilirik. Düzdürmü? İndi 10 nəfər adama 2 sutka ərzində deyir. Bir nəfər adama 1 sutkada 2 mg lazımdır. Niyə minimumdan gedirəm? Çünki minimum B qrupu vitamini olarsa deyir. Çünki sutka ərzində lazım olan minimum B qrupu vitamini deyir. Bir nəfərə 2 mg-dır 1 sutkada. Amma bizə 2 sutka deyir deyə 4. 10 nəfərə nə qədər olar? 10 nəfərə də 40 olacaq. 40 mg. Deməli, ikisimizi tapdıq neçə? 40 mg. İkisimiz oldu 40 mg. 3 nəfərə 48 saat ərzində lazım olan maksimum Y qrupu vitamini. Y qrupu vitamini 24 saatda bir sutkada, yəni 10-15 mg lazımdır. Bizə maksimum dediyinə görə bir nəfərə bir gündə 15 mg lazımdır. 2 gündə 48 saatda 30 mg lazım olar. 3 nəfərə nə qədər lazım olacaq? 90. Deməli, y-imiz də oldu 90. X-dən y-in cəmini deyir. 40-ın da üzərinə gəlirik neçə? 90. O da bizə verir 130. Doğru cavab olur 130. Daha sonra ekranı qoy, paylaşaq. Burada lazım olacaq bizə. Daha sonra digər sualda deyir, iç sidik harda əmələ gəlir? İç sidik bilirsiniz ki, qədəhə bənzər kapsulda əmələ gəlir. Bax, bu da qədəhə bənzər kapsuldur. Bax, belə. Bax, burada. Buradan gətirici arteriya gəlir. Gətirici arteriya. Burada kapilyarlara şaxələnir. Sonra çıxarıcı arteriyadır. Buradan süzülmə ilə əmələ gəlir. Bax, bura iç-sidik əmələ gəlir. Bu da qıvrım kanalcığıdır kapsul. Nefron. Oldu cavab D variantı. Sonra börəklərdə qan damarları düzüş ardıcıllığını müəyyən edin. Börəklərdə ən birinci, bax, bayaqki şəkil çəkirəm bir daha. Bax, burada çəkirəm. Bax, bu qədəhə bənzər kapsuldur. Düzdürmü? Rəngini dəyişək. Bu qədəhə bənzər kapsuldur. Sonra bu qıvrım kanalcıqdır birinci dərəcəli. Henli ilgək ikinci dərəcəli qıvrım kanalcıq.
və sidik toplayıcı borucuq. Bu belə. İndi bunun ardıcıllığı necədir, ona baxırıq. Əvvəlcə gətirici arteriyadır, yəni arteriya. Böyrək arteriyası gəlir axı buradan. Gətirici arteriya. Sonra kapilyara şaxələnir. Sonra keçdi kapilyar. Sonra çıxarıcı arteriya. Sonra yenə arteriya olur. Sonra arteriya gəlir çıxarıcı arteriya qıvrım kanalcığın ətrafında kapilyarlara şaxələnirmi? Sonra kapilyar. Ən sonda da hara gedir? Böyrək venası. O da vena olur. Arteriya, kapilyar, arteriya, kapilyar, vena. Doğru cavab olur A variantı. Bu da belə. Sonra gəldik növbəti sualımıza. Deyir ki, aşağıdakılardan hansı ağız suyun tərkibində olan ferment deyil? Bilirik ki, amilaz adı, mutsin dili, zosin bunları dəqiq bilirik. Amma maltoza ilə maltaza baxırıq. Əgər aza ilə qutarsa fermentdir, oza ilə qutarsa ferment deyil, şəkərdir. Bu getdi. Ona görə doğru cavab olur B variantı. 10-cu sualda bizə deyir, şəkildə hansı rəqəmlə verilmişsə son sidik əmələ gəlir. İlk sidik burada əmələ gəlir demişik. Son sidik harda əmələ gəlir? Bax, burada sorulma prosesi baş verir qıvrım kanalcıqların ətrafında. Buradan da əmələ gəlir, ilə burada əmələ gəlir da son sidik. Buradan toplanan sidik toplayıcı borucuğa xaric olur. Doğru cavab olur 3. 11-də deyir, tənəffüs zamanı qana 800 milli oksigen keçmişdir. Aha. Həmin müddət ərzində neçə tənəffüs hərəkəti baş vermişdir. Biz bilirik ki, bir tənəffüs hərəkətində 25 milli, yəni faizlə də deyirsək, 5% nə keçir? Qana oksigen keçir. Bunu bilirik. Bəs, gəlin görək. 800 milli oksigen keçirsə nə qədər olur? 800 milli oksigen keçibsə də bu neçə tənəffüs hərəkətində olar? İkisi də buradan tapırıq. 800-ü bölürük 25-ə. Bu da bizə verir neçə? 32. Deməli 32 nə verir? Tənəffüs hərəkəti baş verir. Tənəffüs hərəkəti. Siz də bilirsiniz ki, 16 tənəffüs hərəkəti 1 dəqiqədə olur. 32 tənəffüs hərəkəti neçə dəqiqədə olar? İkisi də bərabərdir 2 dəqiqə. Bizdən nəyi soruşur? Həmin müddət ərzində neçə tənəffüs hərəkəti baş vermişdir? 2 dəqiqədə də 32 tənəffüs hərəkəti baş verir. Doğru cavab olur 32. Tənəffüs zamanı qana 200 milli oksigen keçmişdir. Bu zaman ərzində ürəyin qulaqçıqları neçə saniyə işləmişdir? Gəlin baxaq. Deməli 200 milli oksigen keçib deyir. Vaxtı tapmalıyıq birinci. 16 tənəffüs hərəkəti dedik ki 1 dəqiqədə olur, düzdürmü? 1 dəqiqə. Yəni 60 saniyədə. 60 saniyədə. 60 saniyədə nə qədər keçir? Bir tənəffüs hərəkətində, təkrar deyirəm, yadımızda qəşəng saxlayaq, 25 milli keçir. Bunu əzbərləyin ki, 16 tənəffüs hərəkətində nə qədər keçər? Oradan da tapırsınız ki, 400 millidir. Bax, bunun rəqəmi əzbərləyin. Ən əsas bunu. Bu 1 dəqiqədə baş verir. Düzdürmü? Deməli yazırıq. 60 saniyədə 400 keçirsə 200 neçə saniyədə keçər? Onda tapırıq ki 30 saniyə. Biz zamanımızı tapdıq. Ürəyin qulaqçıqları neçə saniyə işləmişdir? 0.8 saniyədə 0.1 saniyə işləyirsə 30 saniyədə nə qədər işləyər X? X'i də buradan tapırıq 3,75. Doğru cavab olur 3,75. Daha sonra gəldik 13-cü sualımıza. 5 yaşlı uşaqda 3 sənədə olan köpək dişləri çıxarılarsa, bunun 5 yaşı var. Bunu nağdı qeyd eləməliyik. Köpək dişləri çıxarırsa 3 sənədə 2 dənə köpək dişidir da, 2 dənəsini çıxardıq. 17 yaşında alt və üst sənədə cəmi neçə diş olar? 5 yaşında köpək dişini çıxarırsınızsa bu təzədən yenidən çıxacaq da, daimi dişlərin əvəz olunması onsuz da. 17 yaşında da ağıl dişi də çıxmış olur. Elə ona görə doğru cavab elə olur 32 dənə. Tənəffüs zamanı 1 dəqiqə ərzində udulan havanın tərkibində oksigen X olarsa, tənəffüs zamanı 1 dəqiqədə udulan havanın tərkibindəki oksigen X olarsa, bura kimi tapaq. Biz bilirik ki, 500 milli hava uduruq. Tənəffüs zamanı normal sakit halda 500 milli hava uduruq. Bunun 21% nədir? Oksigendir. Yəni 105 millisi oksigendir. Bizə qana keçəni demir ha. Bizə udulanı deyir. İndi 1 dəqiqədə nə qədər udular? Bir tənəffüs hərəkətində
105 milli udulursa, bir dəqiqədə, yəni bir dəqiqə nədir? 16 tənəffüs hərəkət deməkdir. Nə qədər olar? Buradan da tapırıq, 16-nı vururuq 105-ə. Buradan da təqribən tapırdıq, deməli, 1680. Deməli, ikisimizi tapdıq neçə? 1680. Bu ikisinin qiyməti. İndi deyir, eyni zaman ərzində xaric olan karbon qazı. Biz bilirik ki, bir tənəffüs hərəkətində 20 milli xaric olursa, həmin zamanda 1 dəqiqədir, yəni 1 dəqiqədə də 16 tənəffüs hərəkətidir. 16 tənəffüs hərəkətində də x. X'i də buradan tapırıq ki, 320. Yəni, y-imiz də olur 20. 320. Bunların da cəmin istəyir bizdən, o deyir 2000. 15-ci sual çox maraqlı bir sualdır. Bunu elə hazırlamışıq ki, yəni birini tapmasan digərləri alınmır. Baxaq, zamanımızı verib 160 saniyə. 160 saniyə. Qulaqçıqların stolasına sərf olunan zaman 0.1 saniyədə qulaqçıqların stolasına, daha doğrusu 8 saniyədə 0.1 saniyə sərf olunursa, 160 saniyədə nə qədər sərf olunar? X. X'i buradan tapdıq 20. Deməli, A-mız 20-dir. Sonra, ürək döyüntülərinin sayı 0.8 saniyədə normalda bir dəfə döyünmür, bir dəfə. Bəs 200 saniyədə, daha doğrusu 160 saniyədə nə qədər döyünər? Oradan da tapırıq ki, 200 dəfə döyünür. Sonra deməli, B-imiz də oldu nə? 200. İndi buranı həll elədik. Birinci mərhələni həll elədik. Gəldik ikinci mərhələyə baxaq. Zamanımız nədir? Zaman. 2A plus B. Yəni 2A 40 deməkdir. 40. B-imiz də 200. Üzərinə də gəlir 200. Zamanımız olur 240 saniyə. Tənəffüs hərəkətlərinin sayı 60 saniyədə, yəni 1 dəqiqədə 16 tənəffüs hərəkəti olursa, 240 saniyədə nə qədər olar? X. Yəni 1 dəqiqədə 16-dırsa, 6 dəqiqədə də x. X'i də buradan tapdıq 64. Deməli, C-imiz də neçədir? 64. Tək böyrəkdən keçən qanı miqdarı. Böyrəklərdən 1 dəqiqədə bilir ki, nə qədər qan keçir? 1 litr. Amma tək böyrək dediyinə görə 0.5 litr olar. İndi 240 saniyədə nə qədər olar? Yəni 6 dəqiqədə nə qədər olar? X'i də buradan neçə tapırıq? X də bərabərdir buradan. Deməli, bunu saniyə ilə deyək də 60 saniyədə. Və yaxud da bunu dəqiqəyə çevirək, heç bir fərqi yoxdur. O deyir 2 litr. Deməli, D-imiz də neçədir? 2. Bura kimi həll elədik. İndi üçüncü mərhələmizdə zamanımız neçədir, ona baxaq. Üçüncü mərhələdə C çıxaq 2-dir. C-imiz 64-dür. Çıxırıq 2-dir, yəni 4-dür, o deyilir 60 saniyə. Zamanımız 60 saniyədir. Qana keçən oksigenin miqdarı. Bayaq dedik, bir tənəffüs hərəkətində 25 milli keçir, 16 tənəffüs hərəkətində 400 milli keçər. Bunu bilirik. 16 tənəffüs hərəkətdə 1 dəqiqədadır. Vaxtımız da elə 1 dəqiqədə 60 saniyə. İkisimizi tapırıq 400 elə. 0.4 saniyə ürək şəraitində ürək döyüntülərinin sayı. 0.4 saniyə sikl dediyinə görə 0.4 saniyədə bir dəfə döyünürsə, 0.8 saniyədə, daha doğrusu 60 saniyədə nə qədər döyünər? Bu da 2 dəfə artmağı deməkdir. İkisi də buradan tapırıq ki, 150. İndi bizdən də nə istəyir? X ilə Y-in cəmini. Ona görə də cəmləyirik. X ilə Y-in cəmi bizə nə verir? 400, 150. Cavab olur 550. Bir sualdır, amma içində daha çox şey öyrənə bilərik. Sonra gəldik 16-cı sualımıza. 16-cı sual deyir, böyrəklərdən 24 saat ərzində əmələ gələn X-idi X olarsa, keçən qan Y olarsa, X, Y-in ala biləcəyi maksimum qiymət tapın. Böyrəklərdən bilirik ki, bir sutkada 1500-1700 litr qan keçir. Qan.
150, 170 litrdə nə əmələ gəlir? İlk sidik. İlk sidik. Son sidikdə 1.5, 1.7 ona ehtiyac yoxdur. Heç onu soruşmur. İndi bizə deyir ikisini ala biləcəyi maksimum qiymət. İkisimiz ilk sidikdir. Maksimum 170. Qanımız da 1700. 1700. O da eləyir 1870. Doğru cavab olur 1870. Kələmdə 100 mg B vitamini varsa, gəlin baxaq. Bişirdikdən sonra qalan B qrupu vitamini. Kələmdə bilirsiniz ki, B qrupu vitamini, yəni bitki mənşəli olanda 20%-ni itirir. Heyvan mənşəli olanda 15-60%-ni. Bunu da deyirəm ki, qısa təkrar kimi yadımızda saxlayaq. 100 mg vitamin var. Bişiriləndən sonra qalar 80 mg. 20%-ni itirir axı. Bir insan neçə stüqalıq minimum B qrupu vitamini olan tələbatını ödəyər? Bir stüqada bir insana 2-3 mg B qrupu vitamini desə tələbatı bizə minimum deyir. Yəni bir stüqada 2 mg görürsə neçə stüqalıq deyir? 80 mg neçə stüqalıqdır? X. İkisi də buradan tapırıq ki 40 stüqa. Doğru cavab olur burada da nə? 40. 18-ci sualımıza baxaq. 15 yaşlı insanın öz diş növü ilə qonşu olmayan dişlərin sayı x olarsa. 15 yaşlı insanın öz diş növü ilə qonşu olmayan dişlərin sayı x, yəni 4 dənədir. Köpək dişidir. Öz diş növü ilə qonşu olmur. 17 yaşlı insanın öz diş növü ilə qonşu olmayan dişlərinin cəmi. Bunun yaşında bir fərqi yoxdur. Çünki yenə 4 dənə olur. Bu da 4 dənədir. Köpək dişi 4 dənədir. O da 4 dənədirsə, x-in ilkin cəmini deyir. 4 üzərinə 4 gəlir. O da bizə verir 8-i. Yəni bu biraz çaşdırıcı kimidir. Çox uşaq ağıl dişini nəzərə alır orada. Ona görə bunu belə yazmışıq. Bilirik ki, ağıl dişinin ayrıca özü qrupu yoxdur. Burada da oldu nə? Doğru cavab oldu 8. Ehtiyat hava, əlavə hava və qalıq hava cəmi qədər oksigen neçə dəqiqə ərzində qana keçər? Ehtiyat hava nə qədərdir? Bilirik ki, 1500. Əlavə hava nə qədərdir? 1500. Qalıq hava nə qədərdir? 1000. Bunları cəmləyirsən bizə verir 4000. 4000 qədər oksigen, 4000 milli nə? Oksigen. Neçə dəqiqə ərzində qana keçər? Bunu əzbər deyirəm yenə. 1 dəqiqədə 400 milli keçirmi? 16 tənəffüs hərəkəti olur. Bir tənəffüs hərəkətində 25 demişdik. 1 dəqiqədə 400 milli keçirsə, bəs 4000 milli neçə dəqiqədə keçər? X. İkisi də buradan tapırıq. Neçə? Bunlar getdi. Olur 10. Doğru cavab olur elə 10 dəqiqə. Axırıncı sualımıza baxaq. Deyir ki, sol böyrəkdən 10 dəqiqə ərzində keçən qanın miqdarı qədər qan. Bir böyrəkdən nə qədər keçər? Bayaq demişdik 1 dəqiqədə. 0.5. Böyrəklərdən desəydi 1 götürərdik. 10 dəqiqə ərzində deyir keçən qanın miqdarı. 10 dəqiqədə nə qədər keçəcək? X. X'i tapırıq buradan neçə eləyir? 5 litr. Düzdürmü? 5 litr. X'i tapdıq 5 litr. 100 kiloqramlıq bir insanın bədənində olan qanın maksimum miqdarından nə qədər çox olar? Biz demişik ki, qan bədən kütləsinin 7-8%-ni təşkil eləyir. Çəkisi 100 kiloqramdır. 100 kiloqram, yəni 100%-dir bu. İnsanın bədəndə olan qanın maksimum miqdarından, maksimum dediyinə görə 800%-lə götürürük. 8%-imiz də x-dir. Sadədir bu. Buradan da bilir ki, 8 nədir? 8 kiloqram elə litr fərqi yoxdur. Onsuz da eynidir. 8 litr 8 kiloqram. 8 litr nə var? Qan var. Bizdən nəyi soruşur? Qanın maksimum miqdarından nə qədər çox olar? Nə qədər çox olacaq? 3 litr çox olacaq. Doğru cavabımız da olur burada nə? 3. Bu qədər əziz abituriyentlər. Əgər bu videonun da sizə bir faydası dəyilsə, zəhmət olmasa videonu bəyənib kanala abunə olarsınız. Çox sağ olun.